necə ki İbn Qayyim rahimehullah şeytanın azdırma qapılarını, insanın yoldan çıxartma yollarını, qapılarını zikr edərkən deyir ki, şeytan birinci çalışır ki, insanı küfrə düşürsün. Və görəndə ki, insan bu məsələdə möhkəmdir, şirkdən, küfürdən uzaqdır, çalışır onu bidətə düşürsün. Görsə ki, bidəti də bilir, bidətdən də çəkinir, qorunur. Onda üçüncü qapısı onu böyük günahlara düşürməyə çalışır. Yenə görsə ki, insanoğlu böyük günahları bilir, böyük günahlardan da çəkinir və onda çalışır onu kiçik günahlara düşürsün. Və görsə ki, bunda da diqqətlidir, kiçik günahlardan da çəkinməyə çalışır. Və beşinci qapısı insanı mubah olan, özü-özlüyündə icazəli olan işlərdə onu genişləndirməyə çalışır. Mubah olan işlər yemək, içmək, yatmaq, yəni bu kimi işlərə vaxtını daha çox aparmasına, yönəlməsinə səbəb olur. Və görsə ki, insanoğlu bunları da bilir, çalışır, belə olan, mubah olan işlərə vaxtını çox ayırmasın. Və onda altıncı qapısı onu eyni vaxtda iki əməl oluna bilərsə, onlardan savabı aşağı olana insanı yönətməyə çalışır. Görsə ki, bunu da bilir, insan fikri var, elmi var, iki əməldən daha üstün olanı yerinə yetirməyə çalışır və onda onun üstünə insanlardan və cinlərdən olan qoşununu göndərir ki, onu bu yolundan əl çəkməyə sövq etsinlər. Və görürsən, ona vəsvəsələr gəlir və sonra insanlar üstünə gəlir, ona əziyyət verirlər, hilə qururlar, ona qarşı müharibə edirlər ki, yəni bu yolda sabit qədəm olmasın və onun yaşayışı xoş olmasın. Və bu düşmənimiz olan iblisin əməlidir və bizə də əmr olunan odur ki, onun fikirlərini, vəsvəsələrini və onun insanın qəlbinə atdığı, təlqin etdiyi şübhələri dəf etmək üçün musabaraya, yəni dözməyə, səbirli olmağa ehtiyacımız var. Və həmçinin insanlardan olan düşmənlərə qarşı dözümlü olmağa, Allahın, Rasulunun düşmənlərinə qarşı dözümlü olmağa ehtiyacımız var. Və insan yaxşını əmr etdiyi zaman, pisdən çəkindirdiyi zaman belə çətinliklərlə qarşılaşır və bunlar ağır ibadətlərdir. Və belə olduğu zaman hər tərəfdən ona oxlar yönəlir və sözsüz ki, yaxşını əmr etmək, pisdən çəkindirmək insanların qəlbinə ağır gəlir və onun üstünə düşürlər və belə bir halda da musabaraya ehtiyac var. Allah Teala da buyurur ki, İsbiru və sabiru, yəni siz səbirli olun və musabara edin, yəni dözümlü olun.